Ya Allah, Bismillah. Bu hədisi Əmmar ibn Yasir nəql edir, buyurur ki, bir gün Allah Resulü Peyğəmbər salavatullah və səlamə əleyh Əmir əl-Mu'minə xitabən belə buyurdu. Buyurdu ki, ya Əli, həqiqətən Allah səni elə bir zinətlə zinətləndirib ki, o bəndələrini səndən başqa bəndələrindən heç kəsi o zinətlə zinətləndirməyib. Ondan daha bir sevimli zinətlə ikinci bir adamı zinətləndirməyib. O zinət nədir? Buyurur ki, Zəyyənəkə biz-zuhdi fid-dünya. Allah Taala səni dünyada zahid olmaqla zinətləndirib. Zöhd və zahidlik Əmir əl-Mu'mininin və Əmir əl-Mu'minini sevənlərin zinətidir. Və səni elə qərar verdi ki, nə dünyadan bir şey istəyirsən, nə də dünya səndən bir şey istəyir, umur, arzu edir. Allah Taala sənə miskinləri sevməyi bəxş etdi, hədiyyə elədi. Və vəhəbə ləkə hubbəl məsakin. Ya Əli, Allah Taala sənə miskinləri sevməyi hədiyyə elədi. Allah belə qərar verdi ki, sən miskinlərin sənin ardıcılın olmağına razı olasan və onlar da səni özlərinə imam bilmələrinə razı olsunlar. Xoş səni sevənlərin halına və sənə sadiq olanların halına. Bu hədis dəlalət və məzmun baxımından həqiqətən də çox ümidverici və həm də müjdə verici bir hədisdir. Bizim baxışımızı və düşüncəmizi islah edəcək, kömək edəcək bir hədisdir. Buyurur, ya Əmir əl-Müminin, sənin zinətin dünyaya zahidlidir. Allah sənə böyük hədiyyə verib. Niyə? Miskinləri sevmək hədiyyəsi. Miskinlərə də sənin kimi imam verib, səni özlərinə imam qəbul etməklərinə razı olublar və sən də razı olmusan onları özvə ardıcıl biləsən. Xoş onların halına. Bu Peyğəmbər salavatullah və səlam əleyhin Həzrət Əmir əl-Müminə olan xitabından bir hissə idi.